Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 megawatt. Başqa sözlə isə 4 milyard kilovat saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir. 8 yanvar 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının Akva Power şirkəti tərəfindən inşa edilən 240 megawatt gücündə Xızı Abşeron külək elektrik stansiyasının açılışı Azərbaycanın yaşıl enerji siyasətində əldə etdiyi növbəti mühüm nailiyyət oldu. Stansiyanın təməl qoyma mərasimi 13 yanvar 2022-ci il tarixində keçirilmişdi. Layihə Abşeron və Xızı rayonlarında ümumilikdə 36 hektar ərazidə həyata keçirilib. 12 külək turbinindən ibarət isə ümumi gücü 78 megawatt olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 megawatlıq hissə isə Xızı rayonunun ərazisində yerləşdirilib. Abşeronda illik 300 milyon kilovat saatdan, Xızıda isə 600 milyon kilovat saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Prezident İlham Əliyev Xızı Abşeron külək elektrik stansiyasının rəsmi açılış mərasimində bildirdi ki, ölkədə enerji sisteminin müasirləşdirilməsi, modelləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib. Dövlət başçısı onda xüsusi vurğuladı ki, bugün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Xızı Abşeron külək elektrik stansiyası Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir. Bu layihə Azərbaycanın dayanıqlı inkişaf, innovasiya və iqlim məsuliyyəti prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Xızı Abşeron külək elektrik stansiyası Azərbaycanın enerji keçidində mühüm mərhələ. Region üçün isə uğurlu tərəfdaşlıq modeli olmaqla uzun müddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəm təməlini formalaşdıracaq. Bu addım ölkəmizin ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmamağını göstərir. Eyni zamanda Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir.